Epileptiklər, yaxın oturun. Artıq xeyli bir müddətdir ki, biz X sosial şəbəkəsində epileptik haqqında xüsusi paylaşımlar edirik. Necə bir layihə hazırladığımızı qeyd edirik. Dostlar, Epileptic News efirdədir. Süni intellektlə gücləndirilmiş bir sentiment aqregatorudur bu. Çox möhtəşəm bir məhsul yığmışıq. 20 fərqli veb saytı güdür. Burada aşağıda adlarını görə bilərsiniz, hansı veb saytlardan xəbərləri dartır. Bu xəbərləri hələ ki indiki sistem 3 sütun üzrə düzür. Bullish, bearish və neutral kateqoriyalarında. Beləliklə bizə 20-30 veb sayta daxil olma ehtiyacı qalmır. Bu aqreqator vasitəsilə ümumi bazardakı ab-havanı tuta bilirik, nə var, nə yox. CryptoPulse indikatorumuz var. Bu da xüsusi olaraq həmin bu xəbərləri bir alqoritmlə, formula ilə hesablayır. Günlük olaraq bearish yoxsa ki bullish ab-havanın olduğunu göstərir bazarda xəbərlərə müvafiq. Gördüyünüz boş hissədə biz top 20 Telegram kanalını güdən bir süni intellekt yığacağıq. Əgər nəsə çox maraqlı bir aktual xəbər varsa, belə bir işıqlanma ilə o seçilir listə. Daxil olanda arxada bir növ artıq o bizim işıqlanma baş verir və biz xəbər haqqında süni intellektlə hazırlamış qısa məruzəni görürük. Xəbərə klik etdikdə artıq orijinalı açılır, hansı səhifədədir, daha detallı məlumat yazılır. Əlavə olaraq hər xəbərin altında bir funksiya var, Generate Meme. Klik etdikdə bizim stildə belə bir paylaşım əmələ gətirir, X-da paylaşmaq üçün. Share on X-ə klik etdikdə biz artıq baxırıq ki, bu hissəyə gəldikdə faylımız avtomatik save getdi, kompüterimize düşdü və indi burasını editləyəcək, bir-iki cümlə xəbər haqqında yazacaq, linkini qeyd edəcək. Yəni ki, məsələn, bu fason bu tipdə görüntü əmələ gələcək. Sadə paylaşımları da seçərək, eyni ilə belə bir paylaşımlar da edə bilər. Yəni ki, yığdığımız bu sistem bütün dünyadan xəbərləri dartaraq özünü çox populyar bir aqreqatora çevirəcəkdir ki, ilk istifadə olunması şəraitini yaratmağa imkan yaradır bu. Digər bir hazır olan məqamlardan MemeMaker-ə keçsək, belə bir super yüksək səviyyəli sistem hazırlamışıq. Gəlin, mən burada istənilən bir şəkil seçim, məsələn, bir şəkil seçirik. O artıq bizə lazım olan stillərdə glitch olsun, məsələn, overlay olsun, scan lines olsun, strobe stili olsun, zoom, pixel, mozaika, ildırımlar olsun. Yəni, fərqli artıq bizim memləri hazırlaya bilir. Yəni, mələm deyən şirkətlərin hələn belə bir saytı yoxdur. Odur ki, bəlkə durum, biz hamımız Telegramdayıq, böyük bir communityik. Azərbaycanda ilk dəfədir belə bir həcmə çatan kripto cəmiyyətik. Çox güclüyük, uzun illərə dayanacaq bir layihələr yığırıq. Maraqlı olan bizlərə qoşula bilər, link mənim storiesimdədir.